1945-1946-cı illərdə Seyid Cəfər Pişəvəri öndərliyində Güney Azərbaycanda bir partili, yəni bir partiyalı sosialist bir dövlət quruldu. Azərbaycan Milli Hökuməti quruldu və bu hökumət bir il çəksə də, yəni 1945-1946-cı illərdə bir illik mövcud olsa da çox işlər gördü. Mədəniyyət, təhsil, orduda böyük inqilablar etmişdir bir il ərzində. Və o zaman 46-cı ildə, 1946-da milli hökumətin devrilməsi bu Sovetlərin yorğun düşməsi ilə baş vermişdir. Çünki İkinci Dünya müharibəsində Sovetlər yorğun düşmüşdü. Artıq yorulmuşdu. Onun üçün də Güney Azərbaycandan Sovet qoşunları çıxarıldı. Güney Azərbaycandan Sovet qoşunlarının çıxarılmamasını istəməyən bir adam var idisə, o da Sovet Azərbaycanın rəhbəri Mircəfər Bağırov olmuşdur. Mircəfər Bağırov çox çalışdı. Stalinə yazdı. Stalinin o zaman Mərkəzi Kommunist Partisində olan şəxslərə yazdı ki, silsilə məktublar yazdı ki, Sovet qoşunu Güney Azərbaycandan çıxmasın. Çünki əgər Sovet qoşunları Güney Azərbaycandan çıxarsa, milli hökumət Seyid Cəfər Pişəvərinin öndərliyində qurulan milli hökumət devrilə bilər. Amma Sovetlər bu müharibədən, yəni İkinci Dünya müharibəsindən yorğun çıxdığına görə Güney Azərbaycandan ordusun, qoşunun çıxartdı. Yəni, biz Güney Azərbaycanı unutmamışıq. Biz Azərbaycan olaraq Güney Azərbaycanı unutmamışıq. Hələ biz Sovetlərin zamanında, baxın, Sovetlərin zamanından Güney Azərbaycan məsələsi bizim şah məsələmiz olmuşdur.